Əsrin bəlasına çevrilən narkomaniya artıq təkcə asıllıq deyil, ailələri dağıdan, gənclərin həyatını alt-üst edən təhlükədir. Mütəxəssislər bildirir ki, gənclərin narkotik maddələrə yönəlməsinin müxtəlif səbəbləri var. Bəzən dırnaqarası dostlar, bəzənsə ailə daxili problemlər. Müsahibim Ruslan Fərzəliyev deyir ki, bu zərərin dadına baxanda cəmi 16 yaşı var idi. Həmin vaxt narkotik onun üçün bir çıxış yolu kimi görünmüşdü. Bu, atası ilə yaşadığı gərginliyə qarşı yeganə müdafiə mexanizmi idi. Məktəb vaxtı dərsdən qaçmışdı. Həmişə gedim, məktəbin yanında yerlər var, orada otururduq da dərsdən açanda. Orada üstünə hamı dedi, pul qoyuruq. Mən heç bilmirdim biz nəyə qoyuruq pulu. İlk dəfə elə istifadə eləmişəm. Ondan sonra mənim ailə travmalarım var idi başımda. Hər şeyi unutmaq istəyirdim. Həyatımın elə bir 10 ilini kəsib atmaq istəyirdim də özümdən ki, belə bir şey olmuyor. Mən təzə istifadə edəndə bunu elə bilirdim, bu mənim dostumdur. Deyir, ilk vaxtım sənin dostun olur, sonra düşmənin, sonra sənin sahibin olur da. Zamanla maddələrin rahatlıq deyil, həyatını məhv edən asıllıq olduğunu anlayan müsahibim peşmanlıq içindədir. Bədənindəki ağrılar bu hissi ona tez-tez xatırladır. İlk səfər deyim, evdən alanın qızıl üzüyü var idi, onu oğradım. İlk səfər onu oğrayandan sonra anam mənə soruşdu ki, sən eləyərsən, and içdim, nə bilim, çox böyük andlar içdim. Ondan sonra onu oğradım, oğrayandan sonra çox peşman oldum da. Ona vacib olan özə qızıl üzüyü oğurlayıb satmağı narkotikə görə. Təhliyə çəkilirdim, anamın heç mənə görməyini istəmirdim. Amma bir müddətdən sonra mən artıq içimdə cəhənnəm yaşamağa başladım, yenə deyirəm mən. O mənə nə istəyirdi, mənə elətdirirdi. Mən bu həyatda inanmazdım. Narkotik eləməyimə inanmazdım, getdim elədim. Oğurluq eləməyimə inanmazdım, getdim, onu elədim. Ən çox istifadə edilən maddələr sintetiklərdir. Asılı olan şəxslər bu maddələri rahatlaşdırıcı kimi görürlər. Mütəxəssislər bildirir ki, onlar bu təhlükəni anlamırlar ya da anlamaq istəmirlər. Bəs hansı davranışlar bu asıllığın göstəricisidir? Əgər bir şəxs maddə asıllığından əziyyət çəkirsə, mütləq ki, onun davranışlarında özünü göstərir. İstər şəxsi münasibətlərində, istər iş münasibətlərində bu davranışları biz aydın şəkildə görə bilirik və psixoloji halın nizamsızlığı varsa, hadisələrə qeyri-adekvat yanaşırsa, əmək fəaliyyətində artıq özünü ifadə edə bilmirsə və yaxud akademik göstəriciləri aşağı düşübsə, burada artıq biz şübhə edə bilərik. Bir xəstəlik iradə ilə müalicə olunmur. Belə bir şey yoxdur. Təbii ki, pasiyentin niyyəti olub-olmamağı da burada sorğulanır. Əgər niyyət yoxdursa, pasiyentdə niyyət formalaşdırılmalıdır. Burada həm medikamentoz, yəni dərman müalicəsi prosesi getməlidir və detoks prosesi olmalıdır, yəni bədən təmizləmə. Daha sonra isə artıq psixoterapiya strategiyası seçilib, şəxs artıq dəstək almalıdır. Əfsuslar olsun ki, bugün narkotik alüdəçilər arasında gənclər daha çoxdur. Maddələr əvvəlcə yaddaş və təfəkkürü pozur. Daha sonra orqanizmin zəifləməsinə, arıqlamasına gətirib çıxarır. Daxili orqanlara təsir edərək qaraciyərin, böyrəyin funksiyasını itirməsinə, şəkərli diabet, hepatit, GİTS kimi ölümcül xəstəliklərin yaranmasına səbəb olur. Asuman Pünhan, Azər Nağıyev.